yataq otağı seçməliyəm. Yəni bir evə lazım ola biləcək zibil qabından tutmuş, kranta qədər nə varsa, hər şey alınmalıdır. Yəni çox böyük bir siyahı bizi gözləyir. Instagramda həm yeni aldığım şeyləri sizlə paylaşacağım. Həm də mənə misal üçün deyirəm, yaxşı yataq dəstləri lazımdır. Pambıq, təmiz pambıq tapa bilmirəm. Qəşəng Pinterest stilində mebellər satan yer lazımdır. Tapa bilməmişəm hələ. Daha sonra o Pinterestdə kofe stəkanları var, belə bulut kimi baloncuk və yaxud da üstü bantikli. Baxın, belə şeylər lazımdır. Temudan sifariş verməyə qorxuram, çünki qırıq sınıq gələ bilər deyə narahatam. Evimiz əslində hazırdır. Necə hazırdır? Baxın, divarlar vurulub. İki mərtəbədir. Birinci mərtəbəsinin divarları vurulub, alçıpanları, otaqlar bölünüb, şpaklovkalanıb. Patolog vurulmalıdır ki, şpaklovka ustaları patologu da şpaklovkalasınlar, elektrik tokları çəksin, yarıya qədər çəkib yarısı qalıb. Bizim o alçıpan vuran küm ustaları gəlib çıxmır ki, biz o patologu vuraq, şpaklovka vurulsun ki, evi bəzəməyə keçək, başa düşürsünüz? Və elə vurublar ki, alçıpanı, bilmirəm, nəsə dəmir vurublar, nə vurublar. Başqa usta çağırırıq, usta deyir ki, bunu deyir, bilə-bilə belə eləyiblər ki, onlardan başqa heç kəs işləyə bilməsin. İndi bu boyda Astarada bu ustadan başqa usta yoxdur, o alçıpanı onun vurduğu viddə vura bilən, davam elətdirə bilən. Patoloka vurulur alçıpan. Bilmirəm, o dəmir belə şeylər keçir, taxta qoyub, dəmir qoyub ortasına belə xət. Sonra yenə taxta qoyub, yenə dəmir qoyub. Nə inəyibsə, bilmirəm, hansı ustan çağırdı. Mənim də qanıma toxunur. Bizə dələduzluq, mədəni formada danışmağa çalışan, dələduzluq eləyən birini oturub gözləmək mənim qanıma toxunur. Çünki mən uşağıma söz vermişəm ki, sən ad günüvə qədər biz köçəcəyik ora, orada keçirdəcəm sənin doğum günüvü. Hər şey hazırdır. Bir dənə o patolog divar vurulmur ki, gəlsin mebellər, nə bilim, ölçü götürənlər və s. Deyim ki, pulunu kəsirik, yox. İşte yanlışımız oradaymış. Mən bu mövzu ilə bağlı story attım. Bütün izləyicilərim mənə qapazladı ki, sənin başın çatır, ay qız, mən qız ola deyir, bilirəm ki, ustaya əvvəlcədən pul verməzlər. İşini bitirəndən sonra verərlər. Çünki nə edirlərmiş? Sənin işini işləyəcək, başqa iş götürürlərmiş. Ona görə işini bitirsin, sonra pul verir. İndi belə bir məsələ var. Pulunu verməyəndə də gedir ki, mənim kreditlərim var, mən məcburam başqa iş götürməyə. Verəndə də verdiyimiz günü sabahsı gəlmir. Bu necə şeydə? Paradoksa düşmüşük, çıxa bilmirik, qardaş. Əsəb xəstəsi olmuşam. Düzdür. Bir dənə ustalar haqqında story paylaşdım. Nə qədər ürəyi yaralı insan var imiş. Hamı ürəyini töküb direktdə. Bizim başımıza usta belə oynaçdı, elə oynaçdı. Həqiqətən yaxşı ustalar var ha. Həm əl işi yaxşı olan, həm də vaxtında işləyən. Amma azdır da, azdır. Yəni 10 dənəsə ikisi, o da sizin bəxtinizə düşərsə əgər. Əgər mənim kimi qara bəxtsizsə, inanmıram düşsün. Boyları necə seçəcəksən, biz də ev tikirik. Mənə bunlarla gəlin. Biz ancaq oturan otağa, yəni qonaq otağına, televizor, stol zad olan otağa boy vuracağıq. Spalnilərə, koridorlara vurmağı düşünmürəm. Oturan otağımızı da necə planlaşdırmışam. Bu reklam eləmək üçün getdiyimiz efreymlərdən birində, villalardan birində gördüm. Deməli, oturan otaq necə idi? Yekəydi birincisi. Qapıdan girən kimi divarın sağında stoluydu. Oranjılı rəngdə divan idi, turuncu rəngdə. Pərdələr sarıydı, ağ tüllə. Və krem rəngində stolsu, krem rəngində TV stand yığdırmışdı. Tam belə modern üslubda deyildi də, boho stilində idi və o qədər gözəl idi ki, o otaqdan ötürü ürəyim getdi. Bildim hansı ev. İzləyicilərim biləcək, daimi izləyicilərim. Və eynən o tərzdə bir qonaq otağı eləyəcəyik. Koridora isə o aboy vurmağı planlaşdırmıram. Lepka vurduracağım. Lepka nədir bilən var aramızda?
Zövq desən səndə. Fikir oğurluğu desən məndə. Lepka bilirsiniz. Telefonu birdən götürüm. Gözləyin. İnşallah ora köçməyimizə az qalmış. Ancaq ev alış-verişi videoları görəcəksiniz. Baxın, koridorumuz belə olacaq. Göstərim sizə. Koridor tasarımı. Pinterest sağ olsun. Bütün oğurluqları Pinterestdən eləmişəm. Bir də getdiyimiz o çəkiliş üçün getdiyimiz evlərdən. Bir saniye. Hemen buluyorum. Ayda indi o axtardığım seçdiyimi tapa bilməyəcəm ba. Yoxdur. Lanet olsun sana. Pinterest maşallah, hər şey oradadır. Təxmini belə bir şey olacaq. Deyil, tapdım. Koridorumuz belə olacaq, divarları. Bu lepkadır, buna lepka deyirlər. Aşağıda, yuxarıda. Divarı da bu rəngdə elətdirəcəm. Düm ağ divardan o qədər sıxılmışam. İndiki evimizdə divarların hamısı düm ağdır, aboysuz. Ürəyim bulanır düm ağ görəndə. Amma bu krem rəngi gedir. Nə rəng gedir? Bunun adını bilən var. Belə elətdirəcəyik. Divar işıqları qoyduracaq koridora. Bir dənə polumuz şeydir, kafeldir. Kafel deyil, taxtadır. Otağımı da bilirsiniz necə düşünürəm. Oyda çox qəşəng bir dənə dizayn hazırlamışam. Əgər tapa bilsəm, mebelləri almaq fikrindəsən, yığdırmaq. Qiymətə baxacağım. Əgər yığdırmaqla düzəltdirməyin qiyməti eyni olacaqsa, təbii ki, hazır almağı planlaşdırıram. Yataq... Bir sənədə yerinə qazmarsın. Kırtasiye. Kırtasiye nədir? Onu biz məktəb başlayanda eləyirik. Məktəb nə vaxt başlasa, onda gələcək kırtasiye alışverişi. Bilirəm. Şüşə türkcə nədir uşaqlar? Şüşə türkcə nədir abiş? Cam. Yox, indi tapa bilməyəcəm o dizaynı. Yaxşı ki varsınız, siz də yaxşı ki varsınız. Sadiq, çox sağ ol hədiyyəyə görə. Cam, ay sağ ol. İndi onu tapa bilməyəcəm bu otağı. Çox göşək, onu var, çox çətin tapmışdım. Kayd etmişsin. Özümdə kayd etmişəm də, səndə yoxdur. Amma görsəz bayılacaqsınız otağım üçün seçdiyim dizayna. Banyolu oda tasarımı yazıram. Ancaq banyo çıxır. Hansı qıstıqdır? Tapa bilmədim. Səndə çox ayrı-ayrı şeylər çıxır, aşkım. Məndə heç belə şeylər çıxmır. Sənin Pinterestindən mənim Pinterestim arasında çox böyük fərq var, Rabiş. Çocuğun başqa şeylər. O baxdıqlarda mənə gəlir, özümüz qəşəng şey tapa bilmirəm. Çox sağ ol, şirniyyatlar, hədiyyələr. Çox təşəkkür edirəm. Kravatımı göstərim. Bunu sifariş vermək istirdim otağıma, bu kravatı. Amma Şəhriyar dedi ki, mənim ayağımın çirkinə yaraşır. Qoymadı ağ rəngdə sifariş verim. Mən də bej rəngdə istəmirəm. Yəni bu rəngdə istəmirəm də. Bu bej rəngdir. Bej xoşuma gəlmir. Ağ istəyirəm. Beji pis görsənmir sizcə də. Divarımın yataq otağımda kravatın dalına belə daş dekor qoyduracam. Pis görsənmir. Qəşəngdir. Ciddisiz. Pinterest otağı eləmək istəyirəm heç birini. Pinterest otağı eləmək istəyirəm. Deməli, bizdə şüşələr yerdəndir. Bütün şüşə olan, belə deyim, qalsın bir də aşkım. Düz yerdən şüşənin qabağında kravatım olsun istəyirəm. Geyinmə, soyunma otağımı ayrı elətdirəcəm. Otağımın içinə salmayacam. Darısqallıqdan zəhləm gedir, ən iyrəndiyim şeydir.
Qapıdan girən kimi otaq istəmirəm görsənsin otağım. İstəyirəm ki, qapıdan girən kimi nazik koridor olsun. O koridorla gedib sola dönəndə oca otaq açılsın. Koridorun bu tərəfində də ayaq yolu eləmək istəyirəm, vannalı ayaq yolu. Onu da şüşədən eləmək istəyirəm. Bir dənə arxa divarı, koridora baxan divar olsun. Amma 2 dənə belə şüşə olsun istəyirəm. Amma onu tapa bilmədim sizə göstərə bilmək üçün, təəssüflər olsun ki. Sen buradan Sizcə o tərzdə daş dekora eləyim kravatın dalına, yoxsa baxın belə dekora eləyim kravatın arxasına? İndi göstərəcək bu. vurdum. Baxın. Vurmuşum. Daş yoxsa belə dalğa? Uşaqların otağı hazırdır. Qalıb sizdə otağınızın dizaynını tapmışdıq. Uşaqlarda dizayn hazırdır. Ataya atmıştım atada. Onlarda da eynən Pinterest otağı kimi olacaq, pəmbiş detallarla. Şükranova çox sağ ol. Dalğa. Dalğa yaxşıdır. Oyda yarısı daş yazır, yarısı dalğa. Instagramda sorğu-sual... Ay, kipriyimi bulaşdı. Instagramda sorğu-sual paylaşıram tez-tez. Əgər sorğu-sual istəyirsinizsə Instagrama. Dünən yox, sırağa gün paylaşdım. Qutucuğun vaxtı doldu, amma cavabladım, oturdum. Dünən bir hamısını cavabladım. Bayağı storylərdə uzun-uzun danışmışam dünən. İndi təzə qutucuq qoymuşam Instagramda. Soru qutucuğu. Çatdırmayan izləyicilər olub, görməyiblər. Ərəb hərfləri çox sağ ol hədiyyəyə görə. Haycan. Qalmayıb. Saçım olmuşum. Otağınıza bənzər bir dənə otaq tapın göstər. Məryəmdədir o. Ataya atmışım. Ben sarmışım. Yaxşıyıq, siz necəsiz? Salam, salam, yeni gələnlər, xoş gəlmisiniz. Bizi izləməyənlər varsa, xahiş edirəm, buradan takib alaq da. Ben çok olmuştum. Sunay, çox sağ ol həyatım. Elmirə, səni gördüm, küsmə. Zərburum. Pembe otağıydı bizde. Hə, sizdə tam pəmbə deyildi, ağ pəmbə qaçışıq idi. Prosta uşaqların otağına ağ rəng istifadə eləməyə qorxuram. Bilirsiniz niyə? Rabiyə səliqəlidir, Məryəm də bir yerdə səliqəlidir. Əsi də səliqəli uşaqdır. Prosta əsnata arada divar yazma, nə bilim belə boya fışqırtma, ortalığı batırma pəriləri gəlir. Ona görə qorxuram ağ Bir elətdirməyə. yere A yazmaydı. Hə, ondan eybi yox. Bir də görsüz bütün ailə üzvlərinin adını yazır, qolunu açır buradan bura kimi bütün ailə üzvləri. Bir də görsüz kravatın üstünə, yəni gənc qız otağından çox məcbur uşaq otağı adam eləməli olur. Hədiyyəyə görə çox sağ olun. Amma indi Rabiyyənin də 12 yaşı var. 1-2 ildən sonra o da uşaq otağında qala bilmir, gənc qız otağında qalmalıdır. Ayırsan ayıra bilmirsən, birləşdirsən birləşdirə bilmirsən. Aya. Evimizdə bir dənə boş otaq var. Oranda geyinmə, soyunma otağı eləyəcəm. Videozat çəkəndə qəşəng görsənsin deyə. Şükranova çox sağ ol. Bir də bizim indi yaşadığımız evdə şifoner qıtlığı var, şkaf qıtlığı. Fatimə Mələk çox sağ olun hədiyyələrə görə. Yox, bina deyil. Şkaf qıtlığı var indiki evimizdə. Ona görə evi nə qədər təmizləyiriksə təmizləyək. Ev dağınıqdır, həmişə dağınıqdır. Çünki şkafımız cəmi 2 dənədir. Balaca şkaflardır. Yəni 2 qapılı şkaflardır, balaca. 3 dənə uşağın otağında bir dənə şkaf, 2 dənə böyüyün də otağında bir dənə şkaf. Bizdə hələ asılqansız idi, belə termonun şkafı idi, makyaj masasının. Məcbur gedib bir dənə asılqan almalı olduq əlavə. Amma o qədər əşyamız var ki, dəhşətdə, yəni. Ev veçini dağınıq görsən. Ona görə bu köçəcəyimiz evdə o qədər depolama alanı, o qədər çox şkaf elətdirirəm ki, qoy nə qaldı ortalıqda hamısını soxuşduraq şkaflara. Yeni gələnlər xoş gəlmisiniz. Salam, salam. Məryəm. Səndən deyiləm, izləyiciyinəm. Şükranova, çox sağ olun. Yaxşıyıq uşaqlar, siz necəsiz? Maşın adı. Kia K5.
Öz maşınımı deyim. Elgün teşekkürlər. Yaxşıyım, siz necəsiniz uşaqlar? Neçə otaqlıdır? 2 dənə spalnidir. Bir dənə qonaq otağıdır. Kuxnamız girişdədir. Tam otaq kimi deyil də, yəni girişdədir. Prямо qapıdan girdim, pilləkənlə qalxdım, birbaşa kuxna qarşılayır səni. Oturma otağı, geyinmə soyunma otağı, 2 dənə spalni. 4 otaq, 1 mətbəx, bir də koridor, hamam, tualet. Hazır olsun inşallah. Ən azından ortalığa bir şey çıxsın. Göstərəcəm, aparacağım sizi oraya özümlə. Bunun üçün xahiş edirəm, dua eləyin, ustalarımız işə gəlsin. Gerçi burada bir qohumumuz var idi. Bayaq o dedi ki, mən sizə başqa usta taparam. Görün, inşallah tapılsa Şəhriyarı ikna eləyəcəm ki, başqa usta gəlsin. Ufumuş. 2 mərtəbədir. Hə can aşkım. Saçma ne? Saçına baxım. Saçın səliqəlidir də aşkım. Yolda mən sən 5 dönə yetmişim bu saç. Gözdən də bacı bunu bitirsin. Sən telefonum donur deyəsən. Oraya geliyorum. Anne sen yettin. Allah Allah Allah. Ben Sat. Telefonun sönüyor. Telefonun sönüyor.